Salam hörmətli izləyicilərimiz, Safxoz Romanıda 162 nömrəli marşrut dayanacağına yaxın məsafədə yerləşən 3 sot torpaq sahəsinin içində inşa edilmiş 3 otaqlı həyət evi sizə təqdim edirəm. Belə geniş həyəti var. Ev 7 daş kürsülüdür, padvalı da var. Baxın, belə əlavə həyəti var. Evin sağında, solunda hasarla məsafələr buraxılıb. Şəxsi özünə tikilmə evdir. Dayanacaqdan ikinci evdir. Yoldan, dayanacaqdan ikinci evdir. Yolu demək olar ki, asfaltdır. Evdə bəzi təmir işləri qalır. Sağda geniş bir qonaq otağıdır. Kombi xəttləri çəkilib. Solda evin mətbəx hissəsidir. Ev qoşa daşla inşa edilib. Bura sanitar qovşağıdır. Kafellidir, hazırdır. Bura yataq otağıdır. Burada əlavə ikinci yataq otağıdır. Belə. Sənəd paket kupçadır, yəni həm evin, həm torpağın çıxarışı var. Ətraflı məlumat üçün 055 525 66 56 nömrə ilə əlaqə saxlaya bilərsiniz.